Bakıda 7 rayonda söküntü işləri aparılacaq, həmin əraziləri təqdim edirik. Belə ki, Bakı şəhərinin Yasamal, Binəqədi, Nərimanov, Xətai, Nəsimi, Sabunçu və Suraxanı rayonlarında qəzalı və istismar müddətini başa vurmuş binaların sökülməsi planlaşdırılır. Bu binalar artıq aktlaşdırılıb. Söküntü işləri dövlət büdcəsi və investorlar vasitəsilə aparılacaq. Mülkiyyətçilərə isə kompensasiya veriləcək. Əgər həmin ərazilərə yeni binalar tikilərsə, sakinlərə yeni mənzillər təklif olunacaq. Kompensasiya məbləği əsasən ərazidə tikiləcək yeni binaların kvadratmetr satış qiymətinə uyğun hesablanır ki, vətəndaşlar yaşadıkları əraziyə yaxın yerdə yenidən mənzil ala bilsinlər. Söküləcək tikililər əsasən qəzalı vəziyyətdə olan sürüşmə zonalarında, neftlə çirklənmiş ərazilərdə, yüksək gərginlik xəttləri altında və ya kommunikasiya xəttlərinin mühafizə zolağında qanunsuz inşa edilən evlərdir. Proses Bakı şəhərinin 2040-cı ilədək inkişaf baş planına uyğun həyata keçirilir. Məqsəd şəhərin yenidən planlanması, yeni yolların və parkların salınması, təhlükəsiz və müasir yaşayış mühitinin yaradılmasıdır. Bu dəyişikliklər sakinlərin daha müasir və təhlükəsiz mənzillərlə təmin olunmasına imkan verəcək.